Mən Rusiyadan gəlmişəm. Ürəyim ağrırdı, getdim həkimə. Həkim dedi, daş var. Daşı təmizlədilər, dedilər ki, böyrəyin işləmir. Kanal tutulub. Oradan birbaşa gəldim Azərbaycandan. Sağ olsun Emil doktor, Elvin doktor kömək edildilər. Böyrəyi çoxaltmadılar, böyrək qaldı yerində. Böyrək işləyir. Uğursu böyrəyində daş vardı, onu da təmizlədilər. Allah onlara kömək olsun, can sağlığı versin. Xəstəmizdə Rusiyada böyrək daşı əməliyyatı icra olunmuşdu və əməliyyat zamanı sidik kanalı ciddi zədələnmişdi və bu zədəni aradan qaldırıb böyrəyi qorumaq üçün xəstəmizə çox nadirən icra olunan ureterokalikostoma əməliyyatı, yəni sidik axarını böyrəyin standart çıxışına yox, başqa böyrəkdə çıxış əmələ gətirərək oraya tikmə əməliyyatı icra etdik. Bu əməliyyatı icra etməmiz üçün də bəzi səbəblər var idi və Allah'a şükür böyrəyi qoruya bildik. Hal-hazırda da böyrəyi sağlam olaraq qalır. Ondan sonra digər böyrəyində daşı var idi və o daşı da təmizlədik. Artıq xəstəmiz daşsız olaraq və içi böyrəkli olaraq həyatına davam edir.